Əbədi sevgilərin nağılı, qəlbdə yanan ümid və mübarizənin səsləri uzaq, Azərbaycanın qədim torpaqlarında min illərin sirlərinin, əcdadların hikmətini və xalqın dərin duyğularını özündə birləşdirən bir kənd var idi. Bu kənd Günəşabad adlanırdı. Günəşabadın dardaş küçələri, əcdadların qoyduğu köklü ənənələr və axan çayın səsi hər kəsin qəlbində əbədi izlər buraxır. Keçmişin vətənpərvər dastanlarını, sevgi, mərhəmət və sarsılmaz ümidin sədasını eşidirdi. Hər daş, hər yarpaq, hətta ətrafa əsən yüngül külək belə bu torpağın nəcib tarixini, hər nəslin öyrəndiyi dəyərləri və gələcəyə dair yanan arzuları fısıldayırdı. Kəndin mərkəzində Ümid məscidi dayanırdı. Məscidin divarları üzərində asılmış qədim əl yazmaları, keçmişin acı şirin xatirələrinin, ailə dəyərlərini və insan ruhunun sarsılmaz gücünü gələcək nəsillərə ötürən hikmətli sözlərlə bəzədilmişdi. Hər səhər günəşin ilk şüaları məscidin pəncərələrindən içəri sızar, orada toplanan sakinlərin qəlbində yeni ümid və sevgi çiçəkləndirərdi. Kəndlilər nəsillər boyu ötürülən ənənələrinə sadiq qalaraq torpağın verdiyi dərsləri dərin mənalarla qavrayır, bir-birlərinə bağlılıq və mərhəmət yolu ilə həyatın çətin anlarını aşırdılar. Günəşabadın hörmətli ailələrindən biri olan Məmmədovlar ailəsi bu torpağın ən qiymətli varidətlərindən sayılırdı. Ailənin başçısı dərin düşüncələri və həyatın acı şirin təcrübələrini öz övladlarına ötürən Həsən bəy hər zaman deyirdi: "Bizim torpaq yalnız bir yer deyil, o, bizə əcdadlarımızın qoyduğu dəyərlərin, sevginin və mərhəmətin əbədi sədasıdır. Hər daşda, hər yarpaqda, hər axan suda min illərin hekayəsi gizlidir. Bizim vəzifəmiz bu hekayələri, sevgini və ailə bağlarını qoruyub saxlamaqdır." Həsən bəyin iki övladı, çalışqan və azimli gənc Rafiq və incə ruhlu duyğularını şeir dilində ifadə edən Nigar, atasının sözlərini, keçmişin dərslərini və gələcəyin ümidini ürəklərində daşıyırdılar. Rafiq tarlalarda günəşin isti şüaları altında əməyi ilə məşğul olur, hər bir əkincinin səsinin, torpağın sədasının, əcdadların öyrətdiyi zəngin mirası özündə hiss edirdi. Hər addımında o, həyatın sərt reallıqlarını və eyni zamanda ümidin parlaq işığını qavrayırdı. Nigar isə günəşin batışı ilə birgə məscidin qarşısında yerləşən köhnə kənarda oturub, ürəyində yanan dərin duyğuları şeirə tökür, hər kəsin qəlbində yeni ümid və sevgi toxunuşları yaradırdı. Bir yaz səhəri kəndin mərkəzindən Ümid məscidinin qabağında toplanan insanlar arasında böyük bir görüş keçirildi. Kəndin yaşlıları, gəncləri və bütün ailələr bir araya gəlib, keçmişin hekayələrini, sevinclərini və ailə bağlarının dəyərini danışırdılar. O gün qoca Məhəmməd bəy illərin təcrübəsi və sarsılmaz hikməti ilə insanlara belə dedi: "Əzizlərim, həyatımızın hər anı, hər çətinliyi və sevinci bizim qəlbimizdə yanan sarsılmaz işığın bir parçasıdır. Ailə və dostluq insanın ən böyük sərvətidir. Keçmişin dərslərini unutmayın, çünki onlar gələcəyin ümid dolu yollarını açır. Bizim əlaqələrimiz, sevgimiz və mərhəmətimiz bizim varlığımızın əbədi sədasıdır." Bu sözlər gənc Rafiqin və Nigarın qəlbində dərindən iz buraxdı. Rafiq, həyatın bütün çətinlikləri və əngəlləri qarşısında öz içində yanan gücü, sarsılmaz ümid və sevgi bağlarını daha da möhkəmləndirməyə qərar verdi. O, hər gün tarlada, çayın sahilində, kəndin dar küçələrində gəzirkən hər bir qarşılaşdığı insanın həyatında, hər bir daşın və yarpağın arxasında gizlənən hekayəni, sevinci, kədəri və ümidləri hiss edir. Onları öz qələmi ilə sənədləşdirməyə çalışırdı. O, inanırdı ki, hər kəsin özündə bir qəhrəman var, hər bir əngəl, insanın ruhunu sınayan, lakin eyni zamanda gücünü artıran bir imtahandır. Nigar isə öz şeir və nəsr əsərləri vasitəsilə kəndin hər küncündə yaşayan o dərin əlaqələri, ailə bağlarını və sarsılmaz ümidləri sənədləşdirirdi. O, hər bir kəlmə, hər bir şeir, insanın qəlbindəki sarsılmaz ümidin və sevginin əbədi sədasıdır. Bizim hekayələrimiz, keçmişin acı və şirin xatirələrini, gələcəyin parlaq ümidlərini bir araya gətirir, deyə yazırdı. Onun əsərləri Tolstoyun romanlarındakı kimi insanın öz içindəki dərinliyi və həyatın sərt reallıqlarını bir araya gətirən, səmimi və dərin bir sənət əsəri kimi qiymətləndirilirdi. Yazın isti günləri, kəndin hər küncündə yeni başlanğıcların, təravətli ümidlərin və sevgi dolu anların rəngini gətirdi. Hər ailəm bayram sabahı erkən saatlardan başlayaraq bir-birinə hörmət, sevgi və bağlılıq bəxş edir, keçmişin dərslərini və gələcəyin ümidlərini yad edirdi. Məscidin qabağında toplanan insanlar birlik və həmrəylik ruhunu daha da dərinləşdirirdi. Gənclər yaşlıların öyrətdiyi ənənələri yenidən canlandırır, ailə və dostluq bağlarını gücləndirirdi. Bir gün kəndin ənənəvi bayramı, Ümid günüə gəldi.
Bu bayram hər kəsin öz həyat hekayəsini, sevinclərini, kədərlərini və əlaqələrini yad etdiyi, ailə və dostluğun əbədi sədasını qeyd etdiyi bir gündür. Hər ailəm bayram sabahı birlikdə oyanıb, keçmişin acı və şirin xatirələrini, sevgi və mərhəmətin gücünü yad edir, gələcəyə dair sarsılmaz ümidlərini paylaşırdı. O gün qoca Məhəmməd bəy bayram mərasimində çıxış edərək belə dedi: "Əzizlərim, bu ümid günü bizim həyatımızın, ailə və əlaqələrimizin əbədi sədasıdır. Biz hər birimiz keçmişin dərslərini, sevinclərini və kədərlərini bir araya gətirərək, gələcəyin parlaq ümidini yaratmaq üçün burada toplanmışıq. Hər kəsin qəlbində yanan o sarsılmaz işıq bizim ən böyük gücümüzdür və bu güc bizi birləşdirir, həyat yolumuzu işıqlandırır." Bu çıxış bütün kənd sakinləri tərəfindən böyük sevinc və inamla qarşılandı. Hər kəs həmin gün yalnız keçmişin dərslərini yad etmədi, eyni zamanda gələcəyə inamla baxaraq ailə və dostluq bağlarının, sarsılmaz əlaqələrin nə qədər qiymətli olduğunu bir daha anladı. Gənclər bu bayramın ruhunu öz həyatlarına daşıyaraq hər bir çətinliyi aşmaq üçün daha da möhkəm addımlar atdı. Zaman keçdikcə Məhəmməd Rəsulovun yazdığı hekayələr və şeirlər kəndin hər küncündə, hər evin pəncərəsində, məscidin sükutlu künclərində yaşadı və nəsillərə ötürüldü. O, öz qələmi ilə yalnız bir yazıcı kimi deyil, həm də kəndin, ailələrin və bütün insanlığın həyatında qarşılaşdıqları əngəlləri aşan, sevgi və mərhəmətlə dolu sarsılmaz ümidin canlı şahidi oldu. Tolstoyun romanlarındakı kimi dərin və səmimi təsvirləri ilə Məhəmməd Rəsulov həyatın hər bir anının insan qəlbindəki gizli duyğuları və sarsılmaz əlaqələri sənədləşdirdi. Hər kəs bilir ki, həyatın ən böyük zənginliyi, ailə, dostluq, insanın içində yanan sarsılmaz ümid və sevgi, yalnız maddi sərvətlərdə deyil, qəlbdən, ənənələrdə və keçmişin dərslərində gizlidir. Biz bu dastanı oxuduqca öz həyatımızda ailə və dostlarımızla qurduğumuz dərin əlaqələri, səmimi sevgini və mərhəməti bir daha xatırlayırıq. Hər bir çətinliyi aşmaq, hər bir əngəli qəlbimizdə yanan o sarsılmaz işıqla qarşılamaq bizi daha da gücləndirir və gələcəyimizi işıqlandırır. Beləliklə, əngəllərin öhdəsindən, qəlbdə yanan ümid və əbədi mübarizə adlı bu dastan, Səadətabadın, Günəşabadın və Sülhabadın səmimi torpaqlarından çıxan ailə və dostluq əlaqələrinin, sevginin və mərhəmətin əbədi sədası kimi nəsillərə ötürüləcək bir irs olaraq, bütün insanlığa ilham verən Tolstoyun dərin insan təfəkkürünə xas üslubda yazılmış bir nağıl kimi yadda qalacaqdır. Hər kəs bu dastanı oxuduqca keçmişin acı və şirin xatirələrinin, gələcəyin parlaq ümidlərini və öz qəlbində yanan o sarsılmaz sevgini yenidən kəşf edəcək, həyat yolunda qarşılaşdığı hər bir əngəlin, sanki bir dərs və bir imtahan olduğunu anlayacaqdır. Bu sarsılmaz güc, ailə və dostluq bağlarından insanın içində gizlənən ən dərin duyğularda öz əksini tapır və bizi həyatda ən böyük zənginliyə, səmimi və əbədi sevgi və mərhəmətə aparır. Beləliklə, bu nağıl yalnız bir yazıcının Məhəmməd Rəsulovun qələmi ilə yazılmış bir əsər deyil, o, bütün insanlığın, hər birimizin həyatında qarşılaşdığı çətinlikləri, əngəlləri aşaraq dərin sevgi və ümidlə yaşamağın, ailə və dostluq əlaqələrini qorumanın simvoluna çevrilmişdir. Hər kəs bilir ki, həyatın hər bir anı, hər bir sınağı yalnız öz içimizdə yanan o sarsılmaz işığın dəyərini daha da artırır. Biz bu dastanı oxuduqca gələcəyə doğru atdığımız hər addımın ailə və dostlarımızın dəstəyi ilə, sevgi və mərhəmətin gücü ilə daha da möhkəmləndiyini hiss edirik. Bu hekayə Azərbaycanın qədim torpağından çıxan əcdadların qoyduğu ənənələrə, ailə dəyərlərinə və insan qəlbində yanan sarsılmaz ümidin sədasına şahidlik edən Tolstoyun böyük romanlarından ilham alan hər kəsin ürəyində əbədi iz buraxacaq, səmimi və dərin bir nağıl olaraq nəsillərə ötürüləcəkdir.